Bir temperatur, bir də katalizator. Temperaturda nə verir, katalizatorda nə verir? NO2 plus oksigen. Katalizator olanda NO verir. Katalizator olanda bu oksidləşmədir. Bəs temperatur olanda nə verir uşaqlar? N2 su. N2 su yanmır. İndi bizə lazımdır reaksiyanı əmsallaşdırmaq. Elektron balansdır. Əgər balansı bilirsinizsə, təkrarda o mövzulara qayıdarıq. Balansı bilirsinizsə, rahat əmsallaşdırarsınız. Amma əgər istəmirsinizsə imtahanda vaxt çox keçsin. İndidən deyirəm, bunu əzbər əgər yadda qalırsa saxlayın. Amonyak, oksigen olan reaksiyalarda amonyakin qarşısında həmişə 4 olur. Əgər yadınızda qalarsa, bir də imtahanda buna vaxt aparın. 4 olur. 4 azotdursa onda bura 2 düşər. Onda hidrogen 12 dənədir deyə bura 6 düşər, oksigen də bura 3 düşər. İkinci reaksiyaya baxsaq, bura 4 düşər, 12 hidrogendir deyə bura 6 düşər, 10 dənə oksigendir deyə bura 5 düşər. Məncə bunu başa düşün. Uşaqlar bizə deyir ki, amonyakın həcmi birincidə V1-dir. Amonyakın üstünə yazıram V1. Oksigen isə V verir. Aşağısına nə yazaram? Amonyaka həcm dediyinə 4/22/4, oksigenə də 3/22/4. Tərəf-tərəfə böləcəm, V1-i tapacam burada. Yazacam V1-in 4/22/4-ə, V-nin 3/22/4. Uşaqlar 22/4-lər gedəcək, qalar 3V1 bərabərdir 4V. V1 buradan nəyə bərabərdir? 4V/3. Bu bizdə V1-in deyil. Bir də uşaqlar, ikinci reaksiyonu o şəkildə yazacam. Bunun üstünə başqa rəhlə yazım, qarışmasın. Bunun üstünə V2 yazacam. Bura 4/22/4. Bura V yazacam. Bura 5/22/4. Tərəf-tərəfə böləcəm. V2-nin 4/22/4-ə, V-nin 5/22/4-ə, 22/4-lər gedəcək. Qalacaq 5V2 bərabər 4V, V2 bərabər 4V/5. V1-i də tapdım, uşaqlar, V2-ni də tapdım. Bizə deyir ki, V2/V1 nisbətini tap. Bunu da yaşılla yazıram. V2/V1, V2-nin qiyməti 4V/5. Böləndə bilirsiniz, riyaziyyatda tərsinə dəyişir. O biri də olacaq 4V düşəcək aşağı 3. 4V-lər gedəcək 3/5, bu da 0,6 eləməlidir. Baxın,